Salam əziz abituriyentlər, bugün sizlərə kanalımda təkrarlanan sual nümunələri paylaşmışdım. Onun izahını vermək istəyirəm. Gəlin ilk öncə 19 nömrəli sualdan başlayaq. Burada bizə qeyd edir ki, sistemə neçə qram, daha doğrusu neçə mol Y maddəsi əlavə olunmalıdır ki, ikinci tarazlıq halı alınsın. Reaksiyaya gedən qabın həcmi 1 litrdir. Reaksiyaya gedən qabın həcmi 1 litrdirsə, deməli onda bizim burada verilən hansı ki mollarımız bizim ilə qatılıqlarımızdır. Deməli, vaxt itirmədən gəlin reaksiyanı yazaq. Deməli, reaksiyanı verib ki, X üstə gəlinsin Y alınıb, deməli, Z maddəsi. Bizə bu maddələrin T1, yəni tarazlıq 1 halı üçün miqdarlarına uyğun olaraq verib 2, 3 və 6. Reaksiyanın tarazlıq halı birinci vəziyyətə görə gəlin K-nı hesablayaq. K buradan bərabərdir məhsulun tarazlıq qatılığı bölünsün başlanğıc maddələrin qatılıqları hasili. Buradan tarazlığa alarıq 1. Əgər eyni reaksiyadırsa, birinci tarazlıq halı üçün də tarazlıq sabiti 1 olacaq. İkinci tarazlıq halı üçün də tarazlıq sabiti 1 olasıdır. İkinci tarazlıq halı üçün baxıram ki, nə verilib? A, B və 7. İndi burada nəyə fikir verməliyik ən əsası? Fikir verirsinizsə, Z maddəsi ikinci tarazlıq halında 6-dan 7-yə gəlib, deməli bir vahid artıb. Əgər məhsulun qatılığı bir vahid artıbsa, başlanğıc maddələrin hər birinin qatılığı bir vahid azalmalıdır. Yəni A-1, B-1 olmalıdır. Bizə deyir, neçə mol Y maddəsi əlavə olunmalıdır. Daha doğrusu burada deməli A yazmamalıydıq. Bu A yox, bu da B yox. Əvvəl 2 imiş, bir vahid azalmalıdır. Bu da 3 imiş, bir vahid azalmalıdır. Çünki bizim məhsulumuz bir vahid artıb tarazlıq qatılığı. Və bizə Y nə qədər əlavə olunmalıdır deyir. Y-in də üstünə 3 minus 1 idi. Plus X şəklində yazmalıyıq. Gətirib tarazlıq düsturumuzda yerinə qoyası olsaq, deməli bu nə qədər edəcək? K bərabərdir. 1 deyildimi? 1 bərabərdir. Deməli, məhsulun tarazlığı, qatılığı 7-dir. Başlanğıc maddələr 2-dən 1 çıxanda qalır 1. Sonra 3-dən 1 çıxanda 2, üstünə də X gələndə, onda 2X plus 2. Buradan tapsaq 2 üstə gələ X bərabərdir 7, X də bərabərdir 5. Deməli, bizim Y maddəmizdən 5 mol əlavə edilməlidir. Gəlin növbəti eyni bu üsulla keçək. İkinci, yəni digər oxşar sual nümunəsinə baxaq. Bu da eyni cür həll olunur. Reaksiyanın bizə deməli verir X üstə gəl Y alınır Z maddəsi. Burada yenə birinci